Əli Kərimlinin evindən Ramiz Mehdiyevin məktubu çıxıb. Ona görə həbs ediblər. Tutaq ki, deyək ki, yəni bilirsiniz necədir? Çox adamın acığına gələn bizi axmaq yerinə qoyurlar. O əsəb eləyir adam. Yoxsa başqa hər şey anlaşılandır. Müxalifətdən qorxurlar, ölkənin içində narazılıq olduğunu bilirlər. Yəni bunun hamısı aydındır da. Amma buna bir yəni bir ağıl kəsən bir şey deyində. Tutaq ki, Ramiz Mehdiyev Əli Kərimliyə məktub yazıb. Əli Kərim məktubu niyə saxlasın? İstədib suyunu içəcək, yaşıl parçaya tikib üstünə bağlayacaq. Yəni, neyniyəcək? Yəni, onların ağlı ilə deyirəm. Mən tamaşaçılarıma çox hörmət eləyirəm və inanmıram ki, belə şeylərə inananlar ola. Amma mən buradan əlaqədar orqanlara bir şey demək istəyirəm. Mən Əli Kərimçi deyiləm, cəbhəçi də deyiləm. Mən Azərbaycancıyam, mən Azərbaycan xalqının tərəfindəyəm. Azərbaycan xalqı pis vəziyyətdədir. Sizə qarşı, ay hökumət, Azərbaycan xalqın Əli Kərimli qaldıra bilməyəcək. Gültəkin Hacıbəyli qaldıra bilməyəcək. Sizə qarşı bu xalqı az maaş qaldıracaq.